Ezop, Qoca qarı və canavar. Təmsil. Ac canavar özünə ov axtarırdı. Bir komanın yanından keçəndə körpənin ağladığını duydu. Qoca qarı körpəni qorxudurdu. Sus, ağlama, yoxsa səni canavara ataram. Canavar düşündü ki, bu sözləri qoca qarı ciddi deyir və gözləməyə başladı. Gecə düşdü. Qoca qarı söz verdiyini etmirdi və canavar oranı tərk etdi. Deyinərək dedi: Bu evdə insanlar bir söz deyib başqa cür hərəkət edirlər. Sözlərini tutmurlar. Bu təmsil dediyi ilə hərəkəti arasında fərq olan insanlara aiddir.